Hörmətli izləyicilər, indi isə çox lazımlı bir qayda ilə tanış olacağıq. Məsələn, deyirik ki, Muhammedun talibun həsənun. Muhammed yaxşı tələbədir. İndi biz demək istəyirik ki, o ən yaxşı tələbədir. Yaxşı yox, ən yaxşı. Ərəb dilində buna ismu tafdil deyirlər. Bizim dildə də müqayisə forması. Fikir verin. Elə edəcəm ki, ikisi də ekrana çıxsın. Deməli, Muhammed talib həsən. Burada isə Muhammed əhsənu talibin fil fasıl. Həsən yaxşı, əhsən ən yaxşı. Burada bu qayda var. Həsən yaxşı deməkdir, amma əhsən ən yaxşı deməkdir. Digər tərəfdən də fikir verir ki, əhsənu talib deyəndə talib sözü qabağa keçir. Burada talib həsəndən arxada gəlirdi. Burada isə qabağa keçir və fikir verin məcrur olur, cər halında olur. İn qəbul edir. Əhsənu talibin ən yaxşı tələbədir. Fil fasıl, yəni sinifdən yaxşı tələbədir. Başqa misal deyir ki, Həzə beytun cəmilun. Həzə beytun cəmil. Bu gözəl evdir. İndi isə demək istəyir ki, bu ən gözəl evdir. Həzə əcməlu beytin fişşəri. Həzə əcməlu beytin fişşəri. Cəmil, gözəl. Əcməlu, ən gözəl. Burada da fikir verin, beytun cəmilundan əvvəl idi. Amma əcməlu olanda cəmilundan sonra gəlir və sonunda in tənvini var. Əcməlu beytin fişşəri. Küçədə ən gözəl evdir. Bəli, bu sadəcə gözəl evdir, beytun cəmil. Amma əcməlu beytin fişşəri küçədə ən gözəl evdir. Və bu müqayisə forması da ərəb dilində ismu tafdil deyirlər. Yəni gözəl, daha gözəl, ən gözəl, sanki müqayisə edirsən. Elhamdülillah.